Salam dostlar, bu videoda biz 2023-cü ilin qəbuluna düşmüş, yəni ilk şansına düşmüş sualların izahına baxmış oluruq. 26-cı sualda deyir ki, aşağıdakılardan hansı qrafiki fail genişlənmələrdir? Yadda saxlayaq dostlar, bizdə qrafiki fail genişlənmələri vektor, raster qrafikasına aid olan, həmçinin 3D, 3 ölçülü və həmçinin fraktal qrafik redaktorlarına aid olan genişlənmələr istənilir. Biz də indi bunları axtarmış olacaq. İndi ilk olaraq yadda saxlayın, CDR və yaxud da CDR deyə bilərik. Necə ürəyimiz istəyirsə, bizdə Corel Draw'nun uzantısıdır. Yəni bu doğrudur. Qrafiki fail genişlənməsidir. SFX öz-özünə açılan fayllar üçündür. Faildir ümumiyyətlə, öz-özünə açılan faildir. Uzantısı execute'dır, .exe. PNG dostlar bizdə background olmayan, arxa fonu olmayan qrafiki fail genişlənməsidir. Bax, ümumiyyətlə, bizdə yedəkləmə, nüsxələmə üçün istifadə edilən genişlənmədir. BMP, Paint-də rastlaşdığımız bitmap image ona aid olan bir qrafik fail genişlənməsidir. Exe icra olunan fail genişlənməsidir. PSD isə Photoshop-a aid olan bir fail genişlənməsidir. Cavab olur 1, 3, 5, 7. Yəni C variantı. Təqdimata yeni slayd hansı lent tabından əlavə olunur? Gəlirəm. İndi ilk olaraq bilirik ki, biz təqdimata yeni slayd əlavə eləmək üçün PowerPoint-də, burada da əyani göstərək, bir neçə metod istifadə edə bilirik. Birincisi, məsələn, gəlirəm, bunun üzərində basanda, Home-da New Slide hissəsindən həll eləmək olur. İkincisi, Insert-ə gəlirik, New Slide-dan əlavə edə bilirik. Üçüncüsü, biz rahatlıqla dostlar, gəlib bu əlavə etməni, gördüyünüz bu hissədə, Quick Access Toolbar-da, oradan da edə bilərik. Həmçinin klaviaturadan fikir versək, burada da yazılır. Ctrl-M düymələri vasitəsilə icra etmiş oluruq. Bir də əlavə olaraq slaytlar panelinə gələndə Enter düyməsini basan kimi də yeni bir slayd əlavə edilmiş olur. İndi bizdən Do Not Save eləyək. Aha. Yeni slayd hansı tabdan əlavə olunur deyir. Tab deyir deyə ya Insert ya da Home axtarmalıyıq. Cavab olur B variantı. Insert. Kompüterin əsas xarakteristiklarına daha doğrusu aid olmayanları deyir seçin. Deyir kompüterin tutduğu sahə. Kompüterin tutduğu sahə dostlar bəzilərimiz üçün önəmli ola bilər, amma əsas xarakteristika deyil. Yəni bizdə kompüterin tutduğu sahə bizim üçün önəmli deyil ki, onun işləməsinə təsir eləsin, onun sürətinə təsir eləsin və s. və s. Yəni kompüterin tutduğu sahə sadəcə spesifik insanlar üçün uzabaşı xarakteristik bir özəlliyi ola bilər. Amma sırf kompüterin öz əsas xarakteristikasıdırmı? Xeyr. Yadda saxlayın. Biri ona görə səhv götürürük. Bir aid deyil zaten istəyir deyə biri götürürük. Biri götürdük. Kompüterin yaddaş tutumu. Yadda saxlayın. Elə ilk olaraq gedirik tutaq ki kontaktoma. Hər hansı bir kompüter almaq istəyirik. Birinci olaraq onun yaddaşına baxırıq. Xarici yaddaşına, həmçinin dostlar, təbii ki, RAM-na. İndi nə qədər yaxşı olsa bir o qədər özümüz də sevinirik. Deyirik ki, aha, bundan alaq. Deməli, yaddaş tutumu vacibdir. Buna üstəgəl qoyuram ki, yəni bu bizdə aid olandır. Aid olmayanları dairələyəcəm, cavab kimi də onları götürəcəm. Əmrlər sistemi. Ümumiyyətlə, kompüterin əmrlər sistemi bir növ prosesorun əmrlər toplusundan asılı olan bir şeydir və əsas xarakteristikalarına aiddir. Yəni, ya mürəkkəb strukturlu əməliyyatlara fokuslanmış bir kompüterlər və yaxud da onun əmrlər sistemi ola bilər və yaxud da sadə, asanlaşdırılmış, reduced risk deyirlər buna. Yəni, daha sadələşmiş instructionlarla, yəni əmrlərlə işləyən kompüterlərimiz, prosesorlarımız da mövcuddur bizim. Yəni, kompüterin əsas xarakteristikasıdır. Bunu bir mənalı olaraq yadda saxlayaq. İstehsal edən kompaniya. Yəni, məsələn, tutaq ki, mənim hal-hazırda istifadə etdiyim kompüter Lenovo'dur. Amma digər kompüterlər var, MSI, olsun HP. Yəni, hər bir şirkət güclü kompüterdə çıxarır, zəif kompüterdə çıxarır. Deməli, o istehsal edən kompaniya bizim üçün önəmli deyil. Ona görə 4-ü götürürəm. Kompüterin əsas xarakteristikası deyil. Xarici qurğuların sayı. Məsələn, siz notebook alırsınız, monitor və klaviatura xaric, başqa heç xarici qurğu olmur üstündə. Bəzən sensorlarda qələm görə bilərsiniz kənarında və yaxud da mouse da qoya bilərlər. Amma xarici qurğuların sayı bizim kompüter üçün əsas xarakteristika deyil. Məsələn, bir kompüterdə üstündə tutaq ki, veriblər mouse-dan, qələmdən daha yaxşıdır? Yox.
Belə bir şey deyə bilmərik. Nə bilirsiniz, bəlkə onun göstəriciləri daha zəifdir, daha zəif işləyir. Kompüterin əsas xarakteristikalarına xarici qurğuların sayı heç bir zaman daxil olmayacaq. Bunu mütləq şəkildə yadda saxlayaq. Hesablama dəqiqliyi bu isə mütləq şəkildə aid olan bir kompüterin xarakteristikasıdır. Ona görə baxın, ona da plus qoyuram və keçirəm təsvirlərin keyfiyyəti. Təsvirlərin keyfiyyəti əsasən dostlar bizdə uyğun gələcək monitor üçün. Amma monitorda məsələn tutaq ki, hər hansı bir şəkillər nə qədər keyfiyyətli olsa, yəni daha keyfiyyətli görünsə, bir o qədər o kompüterin təbii ki, üstünlüyü ola bilər. Amma dostlar, məsələn ofis kompüterləri var ki, yəni onun ekran kartı filan zəifdir, amma sənin işini yetəri qədər 5 il, 10 il, 15 il götürə bilir. Yəni təsvirlərin keyfiyyəti bizim üçün əsas bir xarakteristika deyil. Ona görə 7-ni də doğru cavab kimi götürürük. 1, 4, 5, 7 cavab olur A variantı. Keçirik növbəti suala. Elektron cədvəldə 12 xanadan ibarət diapazon seçilib. Deyir, uyğun diapazon aşağıdakılardan hansıdır? Ümumiyyətlə, biz bilirik ki, diapazon bizdə 2 nöqtə ilə ayrılmış xanalardır. Məsələn, baxın, başlanğıc və son xanalarını 2 nöqtə ilə ayırıb və həmin o hissədə belə bir, məsələn, düzbucaqlı əmələ gəlir. İndi A2, B8 diapazonda neçə xana var? Sütun sayını vurmalıyıq sətir sayına xananı tapmaq üçün. Sütun sayı baxıram A, B cəmi 2 dənədir. Sətir sayısı 2-dən 8-ə götürürük böyükdən, kiçiyi çıxırıq, üzərinə 1 gəlirik. Səbəb isə həm 2, həm də 8 daxildir deyə. Eləyir 7. İndi dostlar, 2 dənə sütunum var, 7 dənə sətrim. Vuranda 14 eləyir. Bizdən 12 xana istəyir. Deməli A səhvdir. Gəlirəm. Deyir ki, B2, D10. B2 bilirik ki, B2-dən D10-a kimi də bizdə sütunlarda B, C və D. 3 dənə sütun olur. Sətirlərdə 10 çıxılsın. 2 plus 1. 9 dənə olur. 9 vur 3. Baxıram ki, burada 27 eləyir. B-ni də atdım. Gəlirəm növbətiyə. C2, Y5. Ona ən axırda gələcəm. C9-dan F13-ə. C, D, Y, F. 4 dənə sütunu var. 9-dan 13-ə. 13 çıxılsın. 9 plus 1. Cəmi 5 dənə sətir var. 4 vur 5, 20 eləyir. Bu da səhvdir. B6-dan F9-a B, C, D, Y və F. 5 dənə sütun var. 6-dan 9-a 9 çıx 6 plus 1. 4 dənə sətir var. 5 vur 4, 20 eləyir. Bu da səhvdir. Deməli, qalır cavab C. İndi baxaq niyə? C-dən Y-yə kimi C, D, E. Yazdım. 3 dənə sütundur. 2-dən 5-ə kimi 5 çıxılsın. 2 plus 1. 4 dənə sətir var. 3 vur 4 həqiqətən 12 verir. Cavab olur C. Keçirik növbətiyə. Makros nədir? Verilənlər bazasında məlumatların daxil edilməsini təmin edən və çapını təmin edən obyekt. Dostlar, yadda saxlayın. Çap sözü gördüksə, bilin ki, bu hesabatdır. Yəni, bizdə makros deyil. Hesabat və yaxud da ingiliscədə adı da reportsdır. Aksesin əsas obyekti bizdə cədvəldir, tablesdır. Bu da səhvdir. Cədvələ verilənlərin daxil edilməsini və baxış sözü görürük. Baxışını təmin edən obyekt bu formadır. Atdım. İstifadəçinin tez-tez təkrarlanan əmrlər qrupunun avtomatik yerinə yetirilməsini təmin edən obyekt, bəli, tez-tez avtomatik yerinə yetirilmə bu tipli sözlər görəndə deyirdi ki, makrosu yada salmalıyıq. Cavab olur D variantı. Mürəkkəb proqram əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan obyekt, mürəkkəb və yaxud da Visual Basic görə bilərsiniz. Bu da modullar obyekti sayılmış olur. Qeyd elədim hər birini ki, yadda saxlamış olaq. Keçirik növbətiyə. Uyğunluğu müəyyən edin. Elə Word-lə əlaqəlidir, elə burada da əyani şəkildə göstərmiş olaraq. Deyir ki, arrange-ə aid olan hansı olur? Arrange bilirəm ki, nizamlamanla əlaqəlidir. Bir dənə bunları yığışda daha geniş görünsün. Aha. İndi nizamlama ilə əlaqəlidir. Yəni, fiqurların nizamlı düzülüşü ilə əlaqəli əmrləri axtaracaq. Məsələn, görürəm ki, burada position düzülmə ilə əlaqəli, önə gətirmə, geriyə aparma, mətndən şəkli bir-birinə nizamlama və s. Bu tipli əmrlər var. Bir də gələcəkcə, indi yerində göstəririk. Gəlirəm, layout-a gəldim, arrange hissəsini fikir versək, burada görmüş oluruq. Həmin bu əmrlərdir ki, məsələn, birini seçək. Baxın, burada onları görmək mümkündür. Hətta 2 dənə seçeyim, ən yaxşısı. 2 dənəsini seçdikdən sonra, aha, görək inşallah seçə biləriksə. Eyb yoxdur, elə belə qalsın daha. 2 dənə seçə bilməyəcəm mən. Yəqin ki, shift-i basım.
Arada olur. Böyük ehtimal bunlar hər hansı bir cədvəlin daxilində filan da ola bilərlər deyə ona görə götürmüş ola bilmir. Bunları məsələn hər hansı 2-3 dənə obyekt seçirsiniz dostlar, fərqli-fərqli. Tutaq ki, burada görək alınırmı? Aha. Yox, alınmır, eyb yoxdur daha. Onları məsələn tutaq ki, obyektləri götürdünüz. Həmin o obyektləri rahatlıqla arrange-də nizamlaya bilərsiniz. Məsələn bir dənə fiqur çəkək. Bir dənə də fiqur çəkək ayrıca. Aha. 2 dənə fiquru seçdim. Seçdikdən sonra ən yaxşısı layout-da gəlirəm, baxıram ki, əmrlər aktivləşir. Hansı geridə, hansı irəlidə onları buradan təyin edə bilirsiniz. Hansı irəlidə olduğunu buradan təyin edə bilərsiniz. Yəni bu hissə bizdə layout-da arrange hissədə yerləşmiş olur. Dala qaydırıq, Ctrl-Z-ni basıb gəlirik. Sualın cavabında 1-ə C yazdıq. Paragraf. Abzas. Zaten fikir versəz burada artıq o hissəni görürük layout-da. Baxın, bu hissə fikir versəz ikinci A variantında uyğun şəkildə göstərilib. Deməli 2-yə gəlir A və show. Görək bu show hardadır? Baxın dostlar. Show adı göstərmək deməkdir. Deməli baxın, xəttkeşin görünüb görünməməyi, grid line-ın görünüb görünməməyi və naviqasiya panelinin görünüb görünməməyi təyin edilə bilər. Ona görə 3-ə də gəlir Y variantı. 1C, 2A, 3Y. İndi gəlirəm həmin o show-nu göstərməyə. View, baxın show hissəsində ruler, grid lines, navigation pane. Hər birini görürük. Bəs D variantı hardadır? D variantında gəlirik insert-ə. Insert-də fikir versəz, bu hissədə həmin o əmrləri görürük. Text length qrupundadır. Və bir dənə qaldı B variantı. O da təbii ki, reference hissə gəlirik. Mark entry. Baxın, bu hissədə yerləşmiş olur. İndeksləməklə əlaqəli əmrlər. Deməli, cavabımız oldu 1C, 2A, 3Y. Variantları da 1C, 2A, 3Y. C variantında özünü gizlədib. Keçirik növbəti suala. 32-ci sual. Yaddaş mikrosxemləri, daxil etmə qurğuları və portlar. Yenə bir uyğunluq sualı bizim bu 32-ci sualda. Rahat sualdır. Yaddaş mikrosxemləri. Yəni yaddaşları deyir bizdən. Bilirik ki, bizdə XMOS yaddaşı var ki, daxil yaddaş qurğularımızdandır. Enerjidən asılı deyil, amma öz bataryasından asılıdır. Və bilirik ki, vaxtı, tarixi, konfigurasiya fayllarını və həmçinin BIOS-un məlumatlarını öz üzərində saxlayır. Bir də RAM var bizdə. Bəli, RAM da bilirik ki, müvəqqəti cari yaddaşımızdır. Məsələn, hal-hazırda bu açdığım fayl məndə RAM-da yerləşir. Ona görə siz də görə bilirsiniz. Cari, operativ, fiziki, əməli yaddaş kimi də adları var. Daxil etmə qurğuları. Baxıram ki, daxil etmə qurğularından yalnız skaneri verib. Skaneri bilirik ki, kağız təsvirləri bir növ kompüterə daxil etmək üçün istifadə edilən vasitədir. Portlar. Bilirik ki, PS2 var. Bu nədir? Bu bilirik ki, klaviatura və mouse'u qoşmaq üçün istifadə edilən portdur. USB isə 127-dən çox qurğunu özündə birləşdirən portdur. Cavab olur 1AD, 2B, 3CY. Variant D. Keçirik növbətiyə. View tabının Windows lent qrupuna daxil olan düymə və əmrlər vasitəsilə icrası mümkün olan əməliyyatları seçin. Rahat suallardan biri deyil, açıq desəm bu. Biraz çətin sualdır. Çünki həmin bu Excel-lə əlaqəli tablara aid bir sualdır. Normalda Excel-də tablarla əlaqəli o qədər də sual düşmür, tab və yaxud da əmrlərlə. Amma 2023-cün birinci cəhdində bu barədə görmüşük. İndi gəlirəm View-ya. View-da baxın, burada Window hissəsini görmüş oluram. Həmin o Window hissəsində, baxın, əmrlər zaten burada göstərilib. Baxın, split əmri bir növ bizdə bizim o pəncərəni bir neçə fərqli pəncərələrə ayırmaq üçün istifadə edilən vasitədir. Yəni, pəncərənin müxtəlif ölçüsü bir neçə sahəyə ayırmaq, bəli, həmin o Window lent qrupunda var. Biri götürürük, doğru. Yəni, məsələn, bir dənə basıram, 2 dənə fərqli, baxın, pəncərəyə parçalamış oldu bunu. Qaytarıq təzədən dala. İndi, sonra cədvəlin birinci sütununu dondurmaq, bəli, mümkündür. Məsələn, freeze panes-ə gəlirik. Freeze panes-də, baxın, freeze first column var. Freeze first column elədiyim, baxın, gedirəm, birinci sütun donmuş olub. Yəni, bu şəkildə eləmək mümkündür. Baxın, diqqət edin, dostlar, bizdə window lent qrupundan danışır. View-da window lent qrupundan. Ora daxil olan əmrləri ancaq mən götürəcəm. Deməli, 2 də doğrudur. İş vərəqini gizlətmək və göstərmək. İş vərəqini gizlətmək və göstərmək yadda saxlayın. Bizdə home tabına gəlirik. Sales lent qrupundakı formatda hide unhide əmrində icra edilir. Baxın, hide sheet. Yəni bu bizdə view-da deyil, home tabındadır. Gəlirəm, üçün üstündən bir dənə qəşəng xətt çəkirəm. Cədvəli yadda saxlamaq.
Cədvəli yadda saxlamaq üçün failə gəlib, buradan save və yaxud da save əmrlərini icra edirik. Yəni bu da view-da mümkün deyil. İş kitabını gizlətmək göstərmək bu isə mümkündür dostlar. Məsələn, iş kitabını gizlətməmişdən öncə fikir versək. Bizdə book 1 yazılıb exe-də qarşısında. Məsələn, iş kitabını gizlətmək window lent qrupunda burada hide əmri ilə icra edilir. Basıram bunu, baxın fikir verin, avtomatik kitabın adı yox oldu. Sadəcə proqramın adı yazıldı. Unhide eləyəndə baxın burada siyahıda kitabın adı çıxır, OK basıram, görünmüş olur yenidə. Yəni gizlədib göstərmək olur. İş vərəqlərini, tor xəttlərini gizlədib göstərmək, diqqətli olun. Bu dostlar view tabındadır, amma window lent qrupunda deyil. O show lent qrupundadır. Məsələn, tor xəttlərini gizlədib göstərmək, düstur səthini gizlədib göstərmək, başlıqları gizlədib göstərmək. Deməli, 6 da aid deyil. 1, 2, 5 cavab oldu. 33 üçün D variantı. Keçirik növbəti sualımıza. Bir dənə bunu çıxaraq buradan. Sənəd 30 səhifədən ibarətdir. Yenə show tabs onla eləyək. Çap üçün nə qədər vərəq tələb olunur? Deməli, bizdə sənədin səhifə sayı 30-dur. Bir dənə kənarda 30-u qeyd edeyim, elə scroll edeyim. Aha. Gəlirəm. 30 səhifə bir sənədimiz var. Və bizdən 5 dənə kopyası istənilir bunun. İndi bizə maraqlıdır görəsən, ümumi olaraq bizdə nə qədər vərəq çap olunmuş olur. İndi gəlirəm. İlk olaraq dostlar diqqət yetirsək, bizə lazım olan hissələrdən birincisi buradır. İkincisi buradır, üçüncüsü buradır, ən sonunda da bura gəlmiş olacaq. İndi baxın, burada print all page sizi çaşdırmasın. Nə yazılıb? Even page. Evendırsa, sırf cüt nömrəli səhifələr götürürük. Yadda saxlayın, sizdə spesifik bir aralıq verməyəndə, verilən səhifəni 2-yə bölsəz, cüt səhifənin sayını tapacaqsınız. 30 bölü 2, 15 dənə cüt səhifəmiz var. Oranı yazdıq 15. Neçə üzü çap eləyir? 2 üzlü və hər üzdə neçə səhifə? 2. Yəni bu nə deməkdir? Məsələn, bu bir dənə A4-ümdür. 2 üzündə də çap var deyə bu şəkildə göstərək. Bu bir A4-dür. Və deyir ki, hər üzündə 2 dənə Word səhifəsi çap edilir. İkisi burada, ikisi arxa üzündə. Ümumilikdə bir dənə A4-də nə qədər çap edildi? 4 dənə. Yəni bunu biz necə tapa bilərik? Bu 2-dir, bu da 2-dir. Götürərəm bunları bir-birinə vuraram, 4 eləyər. Bu 4 bizdə dostlar. Ümumi olaraq, yəni bir dənə A4-də çap edilə biləcək Word səhifələrinin sayını göstərir. 4-ü tapdıq. Tapandan sonra 4-ü. Gəlirəm indi dostlar. 15 səhifədə bizdə. Bizə maraqlıdır, bəs bu 15 səhifə neçə dənə A4-də sıxar? 15-i bölürsünüz buradakı hasilə. 4-ə. Böldük, 3,75 tapırıq. Bilirik ki, vergüldən sonra ədəd görəndə biz onu artıq 3 yox, 4 kimi qəbullanacaq. 4 oldu. Deməli, bizdə 15 dənə səhifə 4 dənə A4-də sığmış oldu bu şərtlər daxilində. İndi bizdən neçə nəfər üçün istəyir bunu? 5 nəfər üçün. Gəlirəm axırda 4-ü vururam həmin o 5 nəfər üçün, eləyir 20 cavabı. Cavab oldu Y variantı. Keçirik növbəti sualımıza. Növbəti sualımızda mübadilə buferində olan mətni neçə dəfə istifadə etmək olar? Maraqlı suallardan biridir və olduqca sadə bir sualdır dostlar. Yadınızdadsa deyirdi ki, biz mübadilə buferinə ümumiyyətlə 24 dənə elementi sıxışdıra bilirik və oradakı elementlər əgər silinmərsə, biz oradan buferdən silinənə qədər istənilən sayda məlumatı paste, yəni yapışdıra bilərik. İstifadə etmiş ola bilərik. Məsələn, gəlirəm, nümunə üçün bunu, indi bir dənə gəlirik, Home-a, clipboard-ı gətirdim. Bunu məsələn, Ctrl-C bastım. İndi, gəlirəm, Ctrl-C-ni bastım. Düşdü bura. Baxın, mən mübadilə buferinə silinənə qədər bundan istənilən sayda vura biləcəm. Fikir versəz, istənilən sayda vura bilirəm. Amma gəldim mübadilə buferinə bunu sildim, artıq vura bilmirəm. Deməli, biz mübadilə buferinə silinənə qədər həmin o obyektdən istədiyimiz sayda istifadə eləyə bilərik. Yəni, cavab kimi götürürük burada C variantını. Keçirik növbəti suala. Bir hissəsi bura düşüb, alqaritm icrasından sonra S-in hansı qiymətinin çap edildiyini müəyyən edin. S-in hansı qiyməti çap edilir? Bizdən yəni S-i soruşur. Ona görə gəlirəm burada S-in qiymətini tapmağa. S 128-dir. Düşürəm aşağıya, deyir ki, burada da qeyd edirəm. S neçədir? 128. Yazılıb ki, S bərabərdir S böl 2-yə. Yəni 128 qoysam yerinə 128 bölü 2, S-in yeni qiyməti olacaq neçə?
64. Üzərindən xətt çəkirəm, yeni qiymətini yazıram. Gəlirəm şərt blokuna. 64 30-dan böyükdürmü? Bəli, qaydıram yuxarıya. Təzədən yenə, yəni həmin əməliyyatı təkrarlayacağam. Deməli, bu nə alqoritmdir? Dövr alqoritmi sayılmış olur. Gələk səhrai rəngi. İndi 64-ü qoyuram yerinə. 64 bölü 2, S-in yeni qiyməti oldu 32. Qoydum, 32 yazdım. İndi 32 dostlar 30-dan böyükdürmü? Bəli. Gəlirəm yuxarı, qayıtdım tala. İndi qayıtdım tala, yenidən istifadə eləyəcəm. S-in son qiyməti nə idi? 32. 32 bölünsün 2 neçə oldu S-in yeni qiyməti? 16. Yazıram 16. İndi 16 görürəm ki 30-dan böyük deyil. Yox deyirəm. Deməli S-in son aldığı qiymət nə oldu? 16. Çapa nə çıxır? 16 qiyməti çıxmış olur. Cavab kimi tapırıq Y variantımızı. İndi gəlirəm növbətiyə. Sənədə şərh əlavə etmək əmri lentin hansı tabına necə olunur? Biz şərhi 2 yerdən əlavə edə bilərik tablarda. Birincisi, gəlirsiniz, dostlar, ümumiyyətlə review'ya. Review'ya gələndə burada baxın, şərhlər deyə bir ayrıca lent qrupu var. Yəni bu hissədən əlavə edə bilirsiniz. İkincisi, insertə gəlirsiniz. Insertdə burada comment hissəsindən əlavə etmiş olursunuz. Yəni cavablarda bu iki variantdan birini axtaracaqsınız. Variant olur 37 üçün A variantı. Gəlirik növbəti sualımıza. Aşağıdakı mak ünvanlardan hansıları düzgün ola bilməz? Mak ünvan bilirik ki bizdə bir növ kompüterin lokal şəbəkədəki ünvanlarıdır. İndi bilirik ki mak ünvanımız 6 dənə əsas hissədən ibarət olmalıdır. Deməli baxın burada 4 dənə hissə yazılıb. Cəmi 4 dənə hissədir. Ona görə deməli ola bilməzlərdən biri budur. Burada 1, 2, 3, 4, 5 dənə yazılıb, ola bilməzlərdən budur. İkinci olaraq bilirik ki həmin o 6 dənə hissəmiz cüt və 16-lıq say sistemindəki rəqəmlərlə ifadə olunmalıdır. Baxıram ki 16-lıq say sistemindəki rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E və F. Bunlardır. F-dən sonra hər hansı bir rəqəm yoxdur. Amma burada baxın Q rəqəmi görürəm. Q deyə bir şey yoxdur. Deməli ola bilməzlərdən biri də budur. 2, 3, 5 cavab çıxır A. Amma digərlərinə baxaq, analiz eləsək. Görə bilirik ki 16-lıq rəqəmlərdir hamısı. Cüt-cütdür və 6 dənə cütlüydür. 16-lıq rəqəmdir, cüt-cütdür və hamısı bir növ 6 dənə şəkildədir. Yəni 6 cüt yerləşmiş olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-sinin 12-si də görürəm ki, hamısı 16-lıq say sistemindədir və 2, 2, 6 dənə cüt formalaşıb. İndi gəlirəm 39-cu suala. Elektron təqdimat proqramında yaradılan faylı seçin. Elektron təqdimat proqramı və yaxud da hər hansı bir proqram deyirsə, onun faylını axtaranda mütləq şəkildə nöqtədən sağ tərəfə baxın, genişlənməsinə. Nöqtə docx. Bu mətn redaktorudur. Qarşısındakı akses olmağı sizin üçün önəmli deyil. PPTX bilirik ki, elektron təqdimat üçün yaradılan bir fayldır. B-ni götürürük. XLSX bilirik ki, bu dostlar Excel ilə əlaqəlidir. Qarşısındakı dokument sizi çaşdırmasın. JPG bilirik ki, bizdə qrafiki redaktor faylıdır. D-ni də atdıq. Burada yerləri səhv düşüb. D-O-T-dir. O da bilirik ki, şablon fayllarla əlaqəli bir uzantıdır. Y variantında atdıq. Qaldı cavab kimi yalnız B variantı. Keçirik növbəti sualımıza. Artıq 40-cı suala gəlib çatdıq. D diskində Town Street Home TXT qeyd olmuş fayl ünvanının yaranması üçün aşağıdakı əməliyyatların ardıcılığını müəyyən edin. Bilirik ki, dostlar, ümumiyyətlə bizdə cari disk əsasən C diski olur. Adi bir disk PC-yə girirsiniz, ilk olaraq kompüter C diskinin məzmununu filan göstərmiş olur. Və yaxud da File Explorer filan girəndə. Ona görə siz birinci olaraq mütləq şəkildə D diski istəyirdi burada. D diskini cari disk olaraq seçməlisiniz. Yəni 5-ci ilə başlayırsınız. Sonra nə yaradılmalıdır? Görürəm ki, Town qovluğu yaradılmalıdır. Ona görə sonra gəlməlidir ki, amma dostlar, Town qovluğunun siz əgər içinə girməsəz, orada Street qovluğunu heç vaxt yarada bilmərsiniz. Yəni, çox adam götürür 5-2, sonra bir dəfəli Street qovluğuna yazır. 5-2-3, yəni A variantını götürür.
Amma dostlar biz birinci town qovluğunun daxilinə girməliyik ki, məzmunu orada yaradaq. Ona görə sonra 4 gəlməlidir. 4-dən sonra artıq daxil olmuşuq, street qovluğunu rahatlıqla yarada bilərik. Street qovluğunu yaratdıq və ona daxil olduq. Hər ikisini yazıb orada və ən sonunda da artıq daxilində ideyən home texti yaradıla bilər. Home texti yaradılmış olur. 5, 2, 4, 3, 1 cavab oldu C. Yəni sadə bir sualdır. Word-də, daha doğrusu Windows-da hər hansı bir qorxuducu sual düşmür dostlar. Bu tipli suallardan daha çox görmüş olursunuz. Yəni praktiki bir sualdır. 41. Monitorun 1024x5 sonki ölçülü oblastını yadda saxlamaq üçün 256 KB əməli yaddaş ayrılıb. Hər bir nöqtəni rəngləmək üçün müxtəlif rənglərin maksimal sayını tapın. Gəlirəm. İlk olaraq biz bilirik ki, qrafikada həcmin düsturu bərabər olur. Piksel sayı vurulsun həmin o dəyərimiz, n dəyərimiz. Bir pikselin və yaxud da bir rəngin dəyəri. Və o n hardan çıxır? Rəngin sayı bərabərdir 2 üstü balaca n. Həmin buradakı n-dir və bitlə ifadə olunmuş olur. İndi həcmi verib bizə 256 kilobayt. Yəni bir dəfəlik yaza bilərik 2 üstü 8 kilobayt. A-nı verib bizə 1024, yəni 2 üstü 10. 512, B-si 512-dir, 2 üstü 9. Vurulsun. N-i amma bilmirik. Ona görə n bit yazırıq burada və onu tapmağa çalışacaq. Bir tərəf bit, bir tərəf kilobaytdır deyə götürürəm bunları da hər ikisini eyni ölçü vaidinə gətirməyə çalışıram. Məsələn, elə kilobaytı gəlin bitə çevirək. 2 üstü 8 kilobayt görək neçə bitdir. Yada salaq. 2 üstü 8 kilobayt. Bilirik ki, kilobaytdan sonra gəlir bayt. 2 üstü 8 kilobayt, yəni bayta çevirəndə bilirik ki, böyükdən kiçiyə gedirik deyə vururuq aralarındakı əlaqəyə. 2 üstü 10-a. Eləyir 2 üstü 18 bayt. 2 üstü 18 bayt vəs neçə bitdi? Aralarındakı əlaqə 2 üstü 3 olduğuna görə 2 üstü 21 bit eləyəcək. Yəni gəlib bir dəfəlik bunun yerinə 2 üstü 21 yaza bilərəm. Gəlirəm. Elə buradan yazaq. Altda. 2 üstü 21 bit bərabərdir. N vurulsun 2 üstü 19 bit. Aha, tapdım bunu. İndi n neçə olacaq burada? Tapmaq üçün bizim hasili bölməliyik digər vuruğa. 2 üstü 21 bölünsün 2 üstü 19. Böləndə bilirik ki, eyni əsasları əsas yazılır, qüvvət üstləri çıxılır. 2 üstü 21-dən 2 üstü 19-u böləndə eləyəcək 2 üstü 2, yəni 4. Və çox adam götürür, burada cavab kimi 4 yazır. Dostlar, 4 yazmırıq. Bizdən maksimal rəng sayını tapmaq istəyilir. Maksimal rəng sayı ilə buradakı düsturla hesablanılacaq. Gəlirsiniz 4-ü qoyursunuz yerinə 2 üstü 4 verirsə 16 dənə rəngi. C variantı. Keçirik növbəti sualımıza. Verilənlər bazasında yazı nəyi bildirir? Yazı bilirik ki, bizdə sətr anlayışını ifadə eləyir. Ümumiyyətlə, buradakı anlayışların hər biri nədir? Onu gəlin bir-bir danışaq, sonra isə sual həll eləyək. Zaten elə sualı da elə həll eləmiş olacaq. Gəlirik, sahə bilirik ki, bizdə dostlar, domen və yaxud da sütundur. Yəni, yazı əlaqəli deyil onunla. Sətir bizdə elə yazının özüdür. Record gedir ingiliscə ilə yazı və həmçinin biz ona kartejdə demiş oluruq. Atribut bilirik ki, sütun başlıqlarıdır. Domen bilirik ki, sahə, sütundur. Nisbətin qüvvəti bilirik ki, nisbətin qüvvəti bizdə domenlərin, sütunların sayıdır. Nisbətin gücü isə kartejlərin, sətirlərin sayıdır. Cavab kimi B-ni götürmüş oluruq. Keçirəm növbəti sualıma. Aşağıdakılardan hansı əməliyyat sistemi deyil? Hər birində də onlara baxaq. Unix əməliyyat sistemidir. Hətta ilk yaranan. Linux Unix'in altında olan əməliyyat sistemidir. OS 2 əməliyyat sistemi 2 kimi də gedir adı. MS-DOS ilkin yaranan əməliyyat sistemlərindən biridir. Microsoft şirkətinə məxsusdur. Bilirik ki, digərlərinə fərqli olaraq bir istifadəçili, bir məsəlli əməliyyat sistemlərimizdəndir. Əmr interfeysinə də malikdir. Və Netscape Navigator isə dostlar bizdə browserdir. Cavab kimi ona görə B variantını götürmüş olacaq. Keçirik növbətiyə. Düzgün olmayan mülahizəni seçin. Modem analog siqnalları rəqəmsala analoqa çevirən qurğudur. Bəli, yadınızdasa deyirdik ki, bizdə modem həm giriş, həm çıxış qurğusudur və bir növ rəqəmsal olan siqnalları analoqa çevirir, analog siqnalları da rəqəmsala çevirir. Modulyasiya və demodulyasiya işlərini görmüş olur. Zaten elə
o sözdən əmələ gəlib modem sözü. Yəni bu doğru bir yazılışdır, doğru bir ifadədir. Kompakt disk kompüterin xarici yaddaş qurğusudur. Bilirik ki, bəli, optik disklərə aid olan bir nümunədir bu kompakt disk. CD gedir adı dostlar. Həmin CD-miz bəli, xarici yaddaş qurğumuzdur. 650-750 MB arasında həcmi dəyişmiş olur. Klaviatura daxil etmə qurğusudur. Bəli, biz klaviatura ilə əmrləri, simvolları, funksiyaları rahatlıqla daxil etmiş oluruq. Plotter xaric etmə qurğusudur. Bəli, deyirdik printerin babasıdır. Yəni bir növ böyükdür printerdən, daha çox qrafiki yönümlü faylları çap eləmək üçün istifadə edilən vasitədir. Kompüter söndürülükdə əməli yaddaşda olan informasiya saxlanılır. Biz bilirik ki, əməli yaddaşda olan informasiya kompüter söndürüldükdə itmiş olur. Çünki əməli yaddaş müvəqqəti olaraq o məlumatları yadda saxlayır. Cari zamanda olan məlumatları yadda saxlayır. Ona görə dostlar, E variantı yanlış düşüncədir. Bəs informasiya nədə saxlanıla bilər? Təbii ki, məsələn, xarici yaddaş qurğusunda, daimi yaddaş qurğularında yadda saxlanmış olur. Qeyd olunmuş fraqmentə əsasən uyğunluğu müəyyən etmiş olun. Yenə uyğunluq sualıdır. Biraz kiçildirik. Və dostlar, baxın, bunun üçün hər hansısa bir şeyi bilməyə gərək yoxdur. Elə sualın həlli özlərində gizlənmiş olur. Show tabs on eləyirəm. İndi. Biraz böyüdürəm. Böyütdüm. Qələmimi də seçirəm. Hər biri nədir? Onu da demiş olacaq. Burada baxın. Yazıb bir-birinin daxilində yerləşmiş qovluqların hər birinin ayrı pəncərədə açılmasını təmin edir. Baxın, hər birini ayrı pəncərədə açılmasını təmin edir. Fikir versə, burada yazıb ki, open each folder in its own window. Yəni, hər bir pəncərəni, hər bir qovluğu öz ayrı pəncərəsində aç. Deməli, E variantı birinciyə uyğun gələcək. Open each folder in the same window. Bu isə o deməkdir ki, hər bir qovluğu eyni bir pəncərə daxilində aç. Baxın, bir-birinin daxilində yerləşmiş qovluqlar hər birinin ayrı pəncərədə açılmasını təmin edir. Bu oldu E variantındakı ifadə. Ona görə 1-ə gəlirəm, E-ni qeyd edirəm. Bir-birinin daxilində yerləşmiş qovluqların eyni bir pəncərə daxilində açılmasını təmin edir. Burada baxın, same window yazılıb. Same window da eyni deməkdir. Yəni, 2-yə gəlir B. Əməliyyat sisteminin məlum olan faylına ad genişlənməni əks etdirir. Dostlar, bu bizdə view-ya uyğun gələcək. Göstərir. Yəni, orada ifadə olunmuş olur, görünmüş olur. Həmin o da hansı varianta uyğun gəlir? 3-ə də gedir A variantı. 1Y, 2B, 3A. Cavab oldu B variantı. İndi məndə Windows 11 əməliyyat sistemidir. Görüm, İndi bir dənə onları sizə göstərə bilirəm ya yox deyə. Hə dostlar, indi baxın burada həmin o folder options-ı açdım. Open each folder in the same window. Yəni bu o deməkdir ki, hər birini eyni pəncərə daxilində aç. Bu isə open each folder in its own window. O deməkdir ki, ayrı pəncərə daxilində aç. İndi gəlirəm, göstərirəm onları. Baxın, eyni pəncərə daxilində açdı. Başqa bir pəncərəyə getmədi. Eyni pəncərə daxilində açdı. Amma indi gəlirəm, məsələn, digərini seçməyə. Burada gələk options'ı götürək. Aha. Məsələn, open each folder in its own window. Apply eləyirəm. OK bastım. Apply elədikdən sonra, məsələn, qaydaq Home-a. Home-na məsələn keçək buna. Fikir versəz, ayrı bir dənə pəncərədə açıldı. Yəni, cavab kimi doğru götürmüşük. İndi gəlirik, bir də qalıb. Mən bunu onsuz da dəyişdirəcəm, bu birini eləyəcəm. Aha, View-da. View-da, baxın. Bu hissədə İndi inşallah göstərə bilərəmsə. Aha. Hide extensions for non-file types. Yəni burada yazıb ki, uzantıları, bilinən fayl tiplərində uzantıları gizlət. Yəni burada bunu aktiv və yaxud da deaktiv eləyərək göstərə bilərsiniz, gizlədə bilərsiniz rahatlıqla. Yəni, deməli, view hissəsindən bunlar icra edilmiş olur. Yəni, bunu heç hər hansı bilgi bilmədən də rahatlıqla yazmaq olur. Bəs digərləri nədir? Qısaca ilə bunlar belə deyək. Single click to open an item point to select. Yəni bu deməkdir ki, hər hansısa birinə üzərinə gəldinsə, point elədinsə, işarələdinsə, o avtomatik seçilmiş olur. Bir klikə isə daxil olunmuş olur. Yəni burada yazıb underline icon titles consistent with my browser. Yəni bu bir növ demək, o deməkdir ki, hansı qovluğun içinə girdinsə, hamısının altında xəttlər görmüş olur, bütün obyektlərin. Amma altındakı underline icon titles only when I point at them.
Bu o deməkdir ki, yəni sırf mən hansının üzərinə gəldimsə onun altından klik görünmüş olur. Double click to open an item, single click to select. Yəni deyir single click, yəni tək bir kliklə seçilir fayl və yaxud da obyekt, item. Amma ikinci klikdə double click eləyəndə isə dalbadal o avtomatik ona daxil olmuş olur və yaxud da o icra edilmiş olur. Bunda bu şəkildə bilmiş olduq. Windows minusu basırıq və bunu da indi buradan x-ləmiş olarıq inşallah. Mən gəlim bir dənə drawda bunu çevirim. Buna aha kursora fisiya. Bu cavab oldu 1B, 1E, 2B, 3A, yəni B variantı. İndi baza proqram təminatına aid olmayanları seçin. Bilirik ki, proqramlaşdırma ümumiyyətlə tətbiqi proqram təminatına aid olanlar, daha doğrusu deyək. Tətbiqi proqram təminatına aid olanlar, həmçinin sistem proqram təminatına aid olanlar, bir də instrumental proqram təminatına aid olanlar. Bunlar hər biri bir proqram təminatı daxilində olan siniflərdir. Proqram təminatımız 3 yerə bölündü. Sistem proqram təminatı, tətbiqi, bir də instrumental. Sistem proqram təminatı özü də 2 əsas hissəyə bölünür dostlar. Baza proqram təminatı və servis proqram təminatı. Baza proqram təminatında açar söz kimi əməliyyat sözünü axtaracaqsınız. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemi, əməliyyat örtükləri. Bunlar aid olandır. Aid olmayanlar deyir deyə geriyə nələr qalır? 2, 4 və 6. Cavab kimi bunlar götürülür. Və sonlar nədir? Proqramlaşdırma vasitələri və dilləri instrumental proqram təminatına aid olanlardır. 2, 3. Antivirus isə servis proqram təminatına aid ola bilər. Amma servis proqram təminatına aid olduğuna görə elə, yəni biz onu cavab kimi götürmüş oluruq. Çünki baza proqram təminatı bizdə istəniləndir. Servis proqram təminatı istənilən deyil. Hər iki sistem proqram təminatından çıxan bir, necə deyək, siniflərdir. Bizdə bazanı istəyir deyə onları götürmürük. Servisi istəmir deyə onu da cavab kimi götürmüş oluruq. Antivirus da oldu, bizdə digər cavab. 2, 4, 6 cavab oldu bu şəkildə. İndi vermiş elektron cədvəl fraqmentinə əsasən C14 xanasının nəticəsini hesablayın. C14 xanasında görürəm ki, bizdə sam C12, C13 istənilir. Bilirik ki, bu samı, yəni cəmi tapmaq üçün biz mütləq şəkildə ilk olaraq C12 xanasındakı bu ifadəni həll eləməliyik və C13 xanasındakı bu ifadəni həll eləməliyik. İndi C12 xanasında A12 2.B15 yazılıb. Gəlirəm A12 2.B15 hissəsinə. İndi count A-nın işi nədir? Count özü tək başına sırf içində ədəd olan xanaları sayır. Amma count A var yanında. Count A isə dostlar bütün içi dolu xanaları sayır. 1, 2, 3, 4, 5, 6, 7 və 8. İçi dolu 8 xanam var deyə buranın nəticəsi oldu 8. Maksimum A12, A15. A12, A15 diapazonunda rəngi dəyişək ya da pozaq, digər ən yaxşısı rahat hesablayaq. İndi A12, A15 diapazonunda maksimum ədəd istənilir. Çoxumuz burada 9-u nəzərə alırıq. Amma dostlar 9 yadda saxlayın, bizdə ədəd deyil, mətni informasiya sayılmış olur. Burada ən böyük ədəd nədir? 6-dır. Deməli, maksimum A12, A15-ə 6 yazırıq. İndi sam C12, C13. 8 ilə 6-nın cəmi neçə eləyəcək? 8 plus 6 verir bizə 14 qiymətini. 1, bu da 4. 14. Cavab oldu 14. Keçirik növbəti sualımıza. Lokal şəbəkə texnologiyalarını seçin. Lokal şəbəkə texnologiyası deyir. Topologiyası demir. Biz bilirik ki, texnologiyamız bir növ həmin o şəbəkədəki kompüterlər bir-birinə necə qoşulacaq, hansı kabellərdən istifadə ediləcək, işləmə sürəti necə olacaq. Yəni bir növ onun daha çox arxitekturası ilə əlaqəli hissəni əhatə eləmiş olur. Bizdə həmin o bir növ arxitekturaları, lori dillə desək, tapmış olacaq. Ethernet mütləq şəkildə bilinməli olan lokal şəbəkə texnologiyalarındandır. Token ring, bir də 100 VG Enilan. Bunlar cavablarımızdır. İndi Ethernet nədir? Ethernet dostlar bizdə şin topologiyasına əsaslanan bir texnologiyamızdır. Sonra token ring bilirik ki, halqa topologiyasına əsaslanan bir texnologiyamızdır. Sonra Enilan isə bizdə dostlar ulduz topologiyasına əsaslanan bir texnologiyadır. Bunu da yadda saxlayaq.
UTP burulmuş cüt kabellərdir. Bunu mütləq yadda saxlamış olaq. ATM, yəni bildiyiniz elə bizim bankomatlardır. Lori dildə desək, pul maşınları. Onu deyə bilərik. Frame relay isə dostlar, yəni bir növ bizdə bu da dostlar bizdə əslində bir texnologiyadır. Sadəcə diqqətli olun. Bizdə nəyi istəyir? Lokal şəbəkə texnologiyalarını. Frame relay isə dostlar yadda saxlayın, bizdə wide area network, yəni qlobal kompüter şəbəkələri üçün istifadə olunan bir texnologiyadır. Yəni daha dəqiq desək, frame relay yüksək performanslı, səmərəli bir ümumiyyətlə texnologiya sayılmış olur. Ucuz şəbəkə texnologiyası sayılır. Orada da paketlər, framelər, yəni bir növ həmin o məlumatlar filan, hər bir şey paketlər formasında sanki ötülmüş olur və bir növ wide area network, yəni qlobal kompüter şəbəkələri üçün istifadə edilən vasitə kimi nəzərdə tutulmuş olub. İndi bunu da bildik, keçirik artıq, bir dənə bunu kursor moduna yenidən salaq. 49-cu suala deyir ki, bu cəmdə onluq ədədin ilkilik say sistemindəki qarşılığında olan birlərin cəmini tapın. Götürüb baxın dostlar, rahatlıqla bunu toplayıb ikilik say sisteminə çevirə bilərsiniz. Elə tapa bilərsiniz. Amma biz daha sadə, daha rahat yolu istəyirik deyə onu unudacaq. Bəs necə edəcək? Yadda saxlayın, buradakı, məsələn, nümunə üçün deyirəm, 51 ədədi. Biz bunu ikilik say sisteminə çevirəndə ya 2-yə bölə-bölə gedirdik, ya da 2-nin qüvvətinə parçalayırdıq. Deyirik 32 plus 16 plus 2 plus 1'dir bu. Və ən yüksək bizdə 2 üstü 5'dir deyə indeksləməni 5'dən başlayaraq yazırdıq. Və yaxud da 0'dan başlayaraq ən sonuncu 5'i qeyd eləmiş olurduq. Və nələri görürdüksə onların altına 1, görmədiyimizin altına 0 yazırdıq. 32 2 üstü 5'dir deyə altına 1. 16 2 üstü 4'dir deyə altına 1. 2 2 üstü 1'dir deyə altına 1, 1 2 üstü 0'dir deyə altına 1 yazırıq. Görmədiklərimizin isə altına 0 yazırdıq. Yəni bu şəkildə sürətlə çevirirdik. Baxın dostlar, bu da eynisidir. Hər hansısa bir onluq ədədin ikilik, yəni bir növ 2'nin qüvvətləri şəklində göstərilmiş versiyasıdır. Götürürsünüz, burada da eynisini icra edirsiniz. Nələri görürsünüz? Maksimum orada 1024, yəni 2 üstü 10'u görmüş oluruq. Deməli, indeksi biz 10'a kimi gətirmiş olacaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və bir də ən axırda 10. 10'u yazdım. İndi 210'u görən 1, 209'u görən 1, 208'i görən 1, 207'ni görən 1, 206'nı görən 1, 205 1, 204 1, 203 1, 202 1, 201 1 və 200 1'i yazdım bura. Fikir verin, ümumilikdə 11 dənə 1 oldu burada. 0 heç yoxdur. Birlərin cəmini istəyir. 11 dənə 1 elə nə edəcək? 11'in özünü vermiş olacaq. Deməli, cavab kimi 49'da 11 götürülmüş olur. Bunu da bu şəkildə yazdıq. Gəlirik artıq növbəti hissəmizə. İndi 50-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. İnternetdə bir xidmətdən digərinə faylların ötürülməsi, elektron poçtunun göndərilməsi, elektron poçt serverinə daxil olmuş məktubun qəbul olunması. İnternetdə bir kompüterin digərinə fayllarını ötürülməsi yadda saxlayın. Zaten baxın, fayl sözü görürsünüz. F. İngiliscədə file yazılır. FTP protokoluna uyğun gəlir. File Transfer Protocol. Ümumiyyətlə, internet üzərinə bir kompüterdən digərinə faylların ötürülməsi üçün istifadə edilən əsas vasitəmizdir. Bura yazıram A variantı. Elektron poçtun göndərilməsi. Yadda saxlayın, bu SMTP-yə uyğun gələcək. S-ni əslində açılışı elə deyil, amma send kimi düşünün, yəni göndərən. Açılışı belədir. Simple Mail Transfer Protocol. Elektron poçtun göndərilməsi üçün istifadə olunan protokol. Elektron poçt serverində daxil olmuş məktubun qəbul olunması, qəbul edilən isə artıq Post Office protokol vasitəsindən icra edilmiş olur. Qarşısındakı 3 onun versiyasını göstərir. Yəni 3'ə də gedir E. Yəni bu şəkildə deməli 1 A, 2 C, 3 də Y variantı olur. Bəs indi dostlar, burada fikir versək, diqqətli olsaq, TCP var, bir də
NN tipi var. TCP bir də IP, ümumiyyətlə ikisi bir yerdə bizim üçün ən əsas baza protokollardır. Bəs TCP nədir? Transmission Control Protocol verilənən şəbəkə üzərindən ümumiyyətlə etibarlı ötürməsini təmin edən, o xidməti göstərən əsas protokoldur. NNTP isə Network News Transfer Protocol xəbər qruplarına ümumiyyətlə giriş və onların idarə olunması üçün nəzərdə tutulan bir protokoldur. Cavab kimi 50-də də 1-ə A, 2-yə C, 3-ə Y gedir. Belə dostlar, ümid edirəm ki, bu suallar sizin üçün aydın oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a emanet. Uğurlar hər birinizə.